Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox dadlı bir salat hazırlayacağıq. Laylay olan bir salatdır. Yəni növbəti salatımız budur. Deməli bu salata ruslar dısvağa salatı deyirlər. Bunun üçün bizə nələr lazımdır? Deməli gördüyünüz kimi Holland pendiri, sürkəşdən keçirilib kartoşka, yumurta, qoz ləpəsi, yaşıl alma. Buna yaşıl alma gedir, çünki digər almalarda qaralma gedir. Salatda qaralır, ancaq bu alma yaşıl. O belə deyək də, qaralmır, ağ olur. Toyuğun döş əti və soğan. Bunun elə xüsusi tamı ondadır ki, soğanla alma qarışır, belə xüsusi tam verir. İndi başlayırıq bunu hazırlamağa. Hə, əziz izləyicilər, indi başlayırıq bax belə qablar qoymağa. Onu da qeyd edim ki, mayonezi bayaq demədim. Təbii ki, bilirsiniz ki, heç bir salat mayonezsiz və duzsuz, yoxsuz olur. Və başlayırıq indi hazırlamağa. Deməli, əziz izləyicilər, götürüb birinci layımız bizim kartof olacaqdır. Bax, beləcə kartofu qoyuruq. 2 qaba 2 cürə edirik. Yəni, biri 4 bucaq, biri isə yumru. Belə kartofu qoyuruq. Kartofu qoyduqdan sonra bax belə hər tərəfinə yayırıq. Ondan sonra əziz izləyicilər, zövqə görək. İkisinə də duz əlavə edirik. Biraz kartofa çox duz vurmaq lazımdır ki, çünki duzu götürür. Bax beləcə duz vurduq. Zövqə görə birazca qara istiot əlavə edirik. Istotumuz da gözəl, İrandan gəlmədir, gözəl tamı var, adı var, qoxusu. Elədikdən sonra başlayırıq mayonezlə xəttləməyə. Bax beləcə xəttləyirik. Belə xəttədikdən sonra götürürük, deməli toyuğumuzun döş ətindən belə hər tərəfinə səpirik. Biraz ora, biraz da bu yumruya. Səpdikdən sonra üzərinə qoz ləpəsi əlavə edirik belə. Qoz ləpəsini nə qədər çox eləsək daha da yaxşıdır ki, içində gözəl, belə deyərdim, tam verəcəkdir və hamısını gəlin tökəyin, qalmasın. Və yenə də belə çəngəllə belə basırıq ki, tam yerini alsın. Elədikdən sonra yenə üzərinə elə belə bir damcı duz belə əlavə edirik. Biraz da istiot və yenə də mayonez deyirik.
beləcə mayonezi elədikdən sonra almamızla soğanımızı. Çünki onlar ikisi bir yerdə xüsusi tam verir. Bax, almamızı da belə edirik. Hər tərəfinə. Və soğanımızı əlavə edirik. Deməli, bəzi adamlar deyir ki, salata soğan getmir, baş soğan vuranda da yaşlı soğan. Əzizlər, bu salat bizə ruslardan gəlibdir da, yəni bizim milli yeməyimiz deyil. Rusların da heç bir salatı soğansız olmur da, yəni əksəriyyəti. Belə etdikdən sonra yenə üzərini basırıq ki, biraz yatsın. Və yenə də duzumuzu, zövqə görə duz vururuq və istiot. Yenə də başlayırıq mayonezimizi belə zolaq salmağa. Və yumurtamızı qoyuruq üzərinə. Belə elədikdən sonra yenə də istiotluyoruz, duzluyoruz və mayonezləyib belə üzərini basırıq ki, biraz yatsın və yenə də mayonezləyirik və sonuncu ayımızdır, o da isə pendir olacaqdır. Və üzərinə pendirimizi əlavə edirik. Beləcə eləyib basırıq ki, şey olsun. Artıq demək olar ki, salatımız hazırdır. Deməli, əzizlərcə, gördüyünüz kimi bax beləcə oldu və bunu beləcə yavaşca çıxardırıq. Bunu da belə. Artıq ıspağa salatımız hazırdır. Baxın belə. Dadı çox gözəl, özü də gözəl alınır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.